Abşeron camaatı. Abşeron torpağı həmişə bollu, bərəkətli torpaq. Çox gözəl insanları olan torpaqdır. Abşeron rayonunda ümumrayon Novruz şənliyi təşkil edildi. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdın Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə təşkilat və müəssisələrin kollektivləri, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər. Hər il olduğu kimi bu ildə Abşeronlular xalqımızın ən qədim bayramlarından olan Novruz şənliyinə xüsusilə hazırlaşmışdılar. Bayramla əlaqədar parkın hər güşəsi Novruz atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Baharın gəlişindən, təbiətin oyanışından xəbər verən səməni və insanları birliyə, mehribanlığa, şadlığa dəvət edən bayram tonqalı şənliyə xüsusi sevinc qatıb. Dədə Qorqud və Bahar qızı iştirakçıları təbrik edərək Abşeronluların əhval-ruhiyyəsində bayram ovqatı yaradıb. Novruzun əsas simalarından olan keçəl və kosa uşaqları əyləndirib, onlarla oyun oynayıb, hədiyyələr paylayıblar. Bu çiçeğe bağlı. Tədbirdə bildirilib ki, 30 il əsirlikdə qalan müqəddəs torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız vətən müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir. Bu zəfəri bizə yaşadan Müzəffər Ali Başkomandana və xalqımızın qəhrəman igid oğullarına eşq olsun. Meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə edən milli geyimli iştirakçılar hər kəsi parkda yaradılan Novruz juşələrini gəzməyə dəvət edib. Rayon İcra Hakimiyyətinin başçısı Abdın Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birlikdə park gəzintisinə çıxıb. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları Abşeronluların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb. Xalqımızın ən sevimli, ən əziz bayramı olan Novruz bayramını bugün böyük coşku ilə Odlar yurdunun döyünən ürəyi olan Abşeronumuzda qeyd edirik. Daha sonra açıq havada konsert proqramı təşkil edilib. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında mahnılar oxunub. Şəhid övladlarının hazırladıkları rəqs nömrələri tədbir iştirakçılarının könlünü oxşayıb. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.